Salam, hər vaxtınız xeyir olsun. Bugün biz kapibara toxuyacağıq. Bu sxemi itirmişdim, yenidən toxudum YouTube kanalıma çəkmək üçün. Baxın, brelok başlıqları olaraq mən bunlardan istifadə edirəm. Daha sərfəlidir. Bu hissəyə açar da taxa bilirsiniz və yaxud da maşına taxa bilərsiniz bu hissədən. Bunları Temudan sifariş vermişdim. Minik qəşəng kapibaralardır. Kapibaranızı toxuyub böyrünə belə ilişdirə bilirsiniz. Əlində dondurma tutur deyənə. Mən də dondurma elədim, minik dondurma. Birində pəmbiş rəngdə eləyəcəm inşallah. Mən bunu toxudum 1.50 milimlik tuliplə toxudum. Amma sizə göstərmək məqsədli 1.75'lik tulipdən istifadə eləyəcəm. İki rəngdən istifadə olunan ləvazimatlar ten rəngi ipdir. Əlimdə qalan bu iplərdən istifadə eləyəcəm. Daha sonra ağzı üçün bu şəkildə korичnevli ipdən lazım olacaq. Bir ədəd brelok başlığı, 1.75 milimlik tulip lazım olacaq. Siz 1.50-dən də mənim istifadə elədiyim kimi istifadə eləyə bilərsiniz. Belə və ya bu rəngdə fərq yoxdur, sizin seçiminizə bağlı. Bir dənə də iynə. İstəsəniz, mən indi bu kapibaradan istifadə eləyəcəm. Əlində tutduğu bu pəmbiş almanı eləyəcəm. İstəsəniz, almanı qırmızı eləyə bilərsiniz. Bir dənə də başında və yaxud da bir dənə də eləyə bilərsiniz. Bax, bu hissəyə asa bilərsiniz. Başlayaq toxumağa, çox danışdıq. Əvvəlcə sehirli halqa eləyirik. Artıq bu hissəni bilirik. Amma mən bu dəfə toxuya bilməyənlər üçün də istəyirəm sıfırdan toxuyurmuş kimi eləyək. Əvvəlcə sehirli halqa eləyirik. Mən sehirli halqanı bu şəkildə eləyirəm. Videonu yavaşladıb baxa bilərsiniz. Tərkibini 6x doldururam. 1 2 3 4 5 6. İstəsəniz videonu sürətləndirə bilərsiniz. 2x ilə baxa bilərsiniz. İstəsəniz dayandırıb yavaşlada bilərsiniz. İndi bu 6x'i mən 12x'ə qaldıracam. Hər birinə cüt bataraq. 1 2 hər birinə cüt batdım. Baxın. 3 4 5 6 7 8 9 10. Hər bir ilməyə cüt batıram. 6V edirəm. 11 12. İndi burada bunun arxasını möhkəmlədəcəm. Buradakı bu ipi burada sabit edəcəm. Belə. Həmin ipdən mən işarətləyici kimi istifadə edirəm. Önə gətirirəm. Bunu bir toxub bir artır eləyirəm. Bu qayda. 1x yanındakına cüt batıram. 1 artır. 1x 1v 18x əldə edirəm. İndi 2x toxuyuram, 1 artırıram. 1 toxudum, 2 tək toxudum, 1 cüt toxuyuram. Yəni eyni yerə 2 dəfə batıram. Bu qayda 24x əldə edirəm. İndi 3 tək 1 cüt batıram. Bunu 6 tək 1 cütə qədər davam edirəm. Yəni bu qayda davam eləyəcək. 3 tək 1 cüt toxuyacaqsınız, 30x olacaq. 4 tək 1 cüt toxuyacaqsınız, 36x olacaq. 5 tək 1 cüt toxuyacaqsınız, 42x olacaq. Sonda isə
6 dəfə bir cüt toxuyacaqsınız, 48x olacaq. Və əlimizi dayandıracağıq, artıq artırmaları dayandıracağıq. 6 toxu bir artıra qədər gəldim. İndi bir şey eləyəcəyik. 8 sıra düz bir şəkildə baş hissəsidir bura. Başıdır. 8 sıra düz bir şəkildə artırma və azaltma etmədən bunu önə keçirdim. Toxuyuruq. Baxın. İlmək qaçırtmamağa çalışın. Baxın, hər birinə cüt batırıq. Bu arada mən batıram, çıxıram və dərhal digərinə batıram. Çıxıram, dərhal digərinə batıram. Arada məsafə qoymuram. Çıxdım, dərhal batıram. Çıxdım, dərhal batıram. Və belə sıx toxunuş olur. Ona görə də V-lər üst-üstə düşmüş olur. Və belə bir-birini izləmiş olur. Səkkiz sıra artırma azaltma eləmədən düz toxudum. İndi 18x toxuyuram. 1, 2, 3, 4, 18x toxudum. İndi 1x toxuyuram, bir azaldıram. Bunu 4 dəfə edirəm. 1 toxudum, 1 azaldıram. Bu 1. 1 toxudum, 1 azaldıram. Bu 2. 1 toxuyuram, 1 azaldıram. Bu 3. 1 toxuyuram, 1 azaldıram. Bu da 4. İndi son 18x'i toxuyuram. 1, 2, son 18x'i də toxudum. Birinci azaltmamı eləmiş oldum. İndi 16x toxuyacam. 6 dəfə azaldacam. 16x toxuyuram. 1, 2, 16x toxudum. 6 dəfə azaldacam. 1 azaltdım. 2 azaltdım. 3 azaltdım. 4 azaltdım. 5 azaltdım. 6 azaltdım. Qalan 16x'i toxuyuram. 1, 2, son 16x'i toxudum. İndi mən sizə azaltmalarda neçə ilmə qalıb onu qeyd etmədim. Onu deyim. Deməli 48x'imiz var idi. 4 dəfə azaltma elədik. 44x'imiz oldu. 1x bir azaltma. Daha sonra 44x'imiz var idi. 6 dəfə azaltma eləmiş olduq. 38x'imiz oldu 6 dəfə azaldanda. Sonrasında isə indi yenə 16x toxuyuram. M azaldacam, yəni 3-ü birində. Bunu 2 dəfə təkrar eləyəcəm. Onda necə eləyirəm? Göstərəcəm. 16x toxuyuram. 1, 2, 3, 16x toxudum. İndi M azaldıram. Yəni 3-ü birində azaldıram. Baxın. 1, 2, hətta 3. 3-ünü götürdüm. Bir yerdə azaldıram. Bu 1.
Sonra 1, 2, ikinci dəfə təkrar eləyirəm. 3 götürdüm. Bir yerdə azaldıram. Buna 16x 2ma yazıram. Yəni 3-ü birində 2 dəfə azaltma. Sonra qalan 16x-i də toxuyuruq. 1, 2, burada əlinizi sıx tutun, dəlik alınmasın. 3, qalan 16x-i də toxudum. Əlimdə 34x var. MA edəndə 2 dəfə azaltma olur. 4 dəfə ümumilikdə azaltmış oluram. Və 38-dən 34x-ə düşmüş oldum. İndi 34C edəcəm. CC. İlmə qaydırma eləyəcəm. Bunun üçün bu üsuldan istifadə edirik. Belə. Batırıq, götürürük, sürüşdürürük. Batırıq, götürürük, sürüşdürürük. 34 CC edirəm. İlmə sonuna qədər. 34 CC etdim. İndi buradakı etdiklərimin əksini burada eləyəcəm. Yəni burada azaltmışdımsa, burada artıracam. İlk növbədə 16x toxuyub 2m azaldı, w ilə əvəz edəcəm. Bunun üçün də cc-lərin üzərindən götürürəm. 16x, baxın, cc-lərin üzərindən belə bu qayda tam şəkildə batıram. 1, 2, 3, 16x toxuyuram. 16x toxudum. Belə baş boğazdan ayrılmış oldu CC sayəsində. İndi W eləyirəm. Yəni W bir yerə 3 dəfə batıram. Biri var V, bir yerə 2 dəfə batıram, artırmadır. Biri var X, bir yerə bir dəfə batıram. Bir də var W, bir yerə 3 dəfə batıram. Yəni bir ilməyə belə 3 dəfə batacam. Baxın. Bu 1. İndi ikincini batıram eyni yerə. Üçüncünü batıram eyni yerə. Və bu olur W. İndi yanındakına da eyni qayda eləyirəm. Çünki 2 emazı eləmişdim. Prosto burada belə eləyin, ilməyi görün. İlmə qaçırtmayın. 1, 2 və 3. Vəssalam. Qalan 16x-i toxuyuram. İlmə qaçırtmayın deyəni belə aralayıb baxa bilərsiniz. 1, 2, 3, 4, 5. Sona qədər indi toxuyacam. Bu belə qalmır. İçini dolduranda təbii ki yana doğru və orta hissəyə doğru sentifonu yerləşdirirsiniz. Əsas sentifonu doldurmaqdan çox şey asılıdır. Belə dolduranda bu hissə düzəlir, yumrulaşır. Sona qədər 16x toxuyuram, gəlirəm. Harada qalmışdıq? İndi burada V artırma eləmişik. İndi yenə toxuyuram 16x. 16x toxuyuram. 1, 2, 3, 4, 5, 6,
16x toxudum. İndi 6v artırma edirəm. Yəni 6 dəfə hər bir ilməyə cüt batıram. Baxın, bu birinci ilmək. 2 dəfə batacam. 1, 2. Bu ikinci ilmək. Cüt batacam. 1, 2. Bu üçüncü ilmək. Cüt batacam. 1, 2. Bu dördüncü ilmək. Cüt batacam. 1, 2. Beşinci ilməyə cüt batacam. 1, 2. Və 6-cı ilməyə cüt batacam. 1, 2. Və son olaraq sıra sonuna qədər 16x toxuyuram. 1, 2, 3, 4, 5, 6, 7, 16x toxudum. İndi əlimdə var 44x. İndi 18x toxuyuram. 1, 2, 3, 18x toxuyur gəlirəm. 18x toxudum. İndi bir toxu bir artır eləyəcəm. 4 dəfə təkrar eləyəcəm. Baxın. 1x toxudum. Yanındakına cüt batıram. 1, eyni yerə bir də batıram. 2. Bir toxu. Bir artır. Bu oldu 2. Bir toxu. Bir artır. Bu oldu 3. Bir toxu. Bir artır. Bu da oldu 4. İndi sıra sonuna qədər 18x toxuyacam. Sıra sonuna qədər 18x toxudum. Bundan sonrasında bu gövdəsidir. 10 sıra 48x'i artırma və azaltma etmədən düz bir şəkildə toxuyacam. Hal-hazırda 48x var burada. 10 sıra 5 sıra toxuyuram. 5 sıradan sonra baş hissəsini sentifonla doldururam. Yenə daha çox yan hissələrə verərək doldururam. Sonra isə qalan 5 sıranı toxuyuram. Toplam olur 10 sıra. 10 sıradan sonra isə azaltmalara keçəcəm.